Salam əziz dostlar. Bugün biz bir müsahibə serisi başladırıq və bu müsahibə serisində İrandakı son durum, son ayıqlamalarla bağlı Azərbaycanlıların tutumu, Azərbaycanlıların öz məsələlərinə necə yaxlaşması, bu ayıqlamalardakı Azərbaycanlıların hansı mövqedə durmaları və Azərbaycanın gələcəyinə doğru nələr düşünməmiz gərəkdiyini, hansı çarələr düşünməmiz gərəkdiyi barədə danışmaq üçün keçiririk müsahibələri. Və burada kimliyindən, Azərbaycan məsələlərinə hansı açıdan yanaşmasından asılı olmayaraq Azərbaycan elm adamlarını, aydınlarını, siyasi fəallarını bir araya gətirib fikirlərini alacağıq. Bizim ortaq məsələlərimiz üzərinə, ortaqlıqlarımız üzərinə birləşməyimizin zamanı çoxdan gəlib və keçir. Bugünkü müsahibədə iki elm adamımızla birliktəyik. Doktor Teoman Aktan və doktor Rahib Məhəmmədi. Əziz qonaqlarımız, xoş gəlibsiniz. Mən sizdən 3 sual soruşacağım və 10 dəqiqə içində hərəzə 10 dəqiqə verirəm. Burada bu fikirlərinizi sizdən almağa çalışacağıq. Sizdən başlayıram, əziz Teoman bəy. Sizcə etirazların baş qaldırmasını nəzərdə alaraq İranın bugünkü durumu necədir? Bunu necə dəyərləndirirsiniz, necə görürsünüz? İranda nələr baş verir, nələr baş verə bilər? Çox sağ olun əziz Lalə xanım bu müsahibə serisinə görə. Mən də bizi dinləyən hər kəsi salamlayıram. Bildiyiniz kimi İranda bugün yaşananlar haqlı və məşru toplumsal tələblərin dərin bir siyasal məşruiyyət krizi ilə birləşdiyini göstərməkdədir bizə. İqtisadi ədalətsizlik, siyasal dışlanma, kültürel baskılar və gündəlik həyata sistematik bir şəkildə müdaxilə geniş toplumsal kəsimlərdə ciddi bir xoşnutsuzluq, rahatsızlıq yaratmışdır. Ancaq bu haqlı tələblər özəlliklə son dönəmdə, son günlərdə uluslararası media, başda BBC və International tərəfindən bağlamından qoparılaraq İran toplumunun öz demokratik birikimindən ziyadə böyük güclərin çıxarlarına xidmət edən bir çərçivəyə yerləşdirilməyə çalışılmaqdadır. Və bu durum etirazların özgürləşdirici bir toplumsal hərəkət olmaqdan çıxıb jeopolitik bir arac haline gəlmə riskini də bərabərində gətirir. Ona görə önümüzdəki sürəcdə ya bu etirazlar şiddətdən uzaq, çoxulcu, mütəkəssir və iç dinamiklərə dayalı bir dönüşüm kanalına evriləcək ya da bölgədəki örnəklərdə gördüyümüz kimi olduğu kimi dış müdaxilələrə açıq bir qırılma xəttinə sürüklənəcəkdir. Rahib bəy, siz nə düşünürsünüz? Sizcə İranda nələr baş verir? Nəyə dönüşə bilər? Necə dəyərləndirirsiniz durumu? Lala xanım, salamlar. Mən də təşəkkür edirəm ki, məmləkətin həssas vəziyyətində siz də üstünüzə düşən və xalqımızı fərqli şəkillərdə aydınlatmaq, bu məsələnin ciddiyyətinə dönük çabanızdan ötürü təşəkkür edirəm. Təbii ki, bugün İran son 10 ildə olduğu kimi yenə də çətin vəziyyətlərdən, çətin şərtlərdən geçir. Bugün hər nə qədər İranda başlayan bu etirazlar tək bir noktada dəyərləndirə biləcəyimiz bir məsələ deyil. En azından bunu bilirik ki biz 85'te İran tarihi ilə Türklerin, Azerbaycan Türklerinin tahkir edildiğine dair İran gazetesinde başlamıştır. Yine bir kütlevi bir harekettir. Ondan sonra 88'deki dönemde İran'da Cumhurbaşkanlığı veya Reis Cumhuri seçiminde olan itirazlar da gene de derin bir halkda devletle veya hükümetle halk arasında derin bir çatlaklara vesile olmuştur. Ondan sonra 96'da, 98'de, 1401'de baktığımıza göre bunlar bir silsile ve ardıcıl halk ve hükümet arasındaki değerlerin her anlamda bu siyasetinde, ekonomisinde, kültüründe, her şahede bu çatlak giderek derinleşipti.
Və artıq bugünkü məsələlərin hər nə qədər ortaya çıxmasında ekonomi yenə də belə deyək də bir e, çirikkə şeyində oldu diyelim mahiyyətində. Bu gün artıq xalqın məsələsi və bütün yəni baxmayaraq İranda fərqli etniklər, fərqli məzhəblər, yəni o coğrafiyada bu gün yaşayan bütün insanların həyatda istər bu gündəlik həyatı olsun, istər gələcəyə olan inancı olsun, istər e, hakimiyyətə və yönetimə olan inanclarını itirmişlər. Yəni bugün xalq artıq gerçekten də bu meselelerini, bu sorunlarını bir şekilde halletmeye çalışırlar. Ama artık bu mekanizmayla bunu halletmeyeceklerine de bir inanç vardı. Tabii ki burada meselenin bundan sonraki mərhələsi nə ola bilər? Bu da bizim için düşündürücüdür. Yani biz bilirik ki e, en pis bir düzen, bir nəzmsizlikdən, düzensizlikten daha yaxşıdır. Yani bir məsələni pozub, silib, sildikdən sonra onun yerine ne gelecek olan əsas məsələmizdir. Bugün xalqın hani bəzi də səltənət tələblər dediyimiz veya şahçı eşiğdə olan kanalların vasıtasıyla şişirdilmiş veya dijital bir ortamda oluşturulmuş bu vəziyyət gözlerini xalqımızın kör etməməsi lazım. Özellikle de biz İran'da Azerbaycan Türkleri olarak bu son günlerdeki pehlavizm dediğimiz veya şahsılık meselesi bizi çok tedirgin edir. Çünkü bizim tarihi belləyimiz, tarihi hafızamız hələ də yaddaşlarımızdadır ve bu mesele bizi çok tedirgin edir. Buna göre meselelerimizin, sorunlarımızın yanında geleceğe dair eğer İran'da bir değişiklik olacaksa bu değişiklikte e, kör bir diyelim yolda değil, tamamıyla açık, aydın tarihi bilgilerimiz, tarihi belləyimiz, siyasi ziyalılarımız, bilim ziyalılarımızın hamısını qabağımıza koyup doğru bir qərar vermək gerekir ki burada bilirik ki dünyadaki uluslararası güclerin de buraya tamah salıp bizleri geleceğe dair sömürü əsasında bizi değerlendirecekler. Ona göre tamamıyla biz məncə bu son olaylarda Azərbaycan Türkləri olarak necə ki bu şahsılığa karşı bir səssizliyimiz ve bir intiqadımız vardı. Bunu ben doğru bir mövqe görürəm. Bu Azərbaycanlıların qorxusu değil, belki Azərbaycan Türklərinin siyasi şuurunun bir göstergesi olarak değerlendirirəm. Çok sağ olun. Teoman Bey, bəs siz son etirazların sizce ne düşünürsünüz? Devamı olacak mı? Bu etirazlar keçmiş etirazlardan necə fərqlənir? Və sizce etirazların mahiyyəti və hakimiyyətin rəftarı dəyişibmi? Bu etirazların fərqli biçimlər altında davam etməsi möhtəməldir. Bildiyiniz kimi bugünkü etirazları hocamızın da dediği kimi geçmişdəkilərdən ayıran təməl fərq tələblərin yalnızca ekonomik deyil, siyasal, kültürel və kimliksel boyutlar qazanmış olmasıdır. Ancaq bu sürəcin ən sorunlu yönlərindən biri, yəni bu etirazlarda daha çox bəlirgin bir şəkildə gördüyümüz kimi etirazların şiddətə sürüklənməsi və təkcə bir siyasal restorasyon projesinə əkləmlənməsidir. Şiddətlə yəni şiddətdən bəslənən bir keçmişi olan axımların bu toplumsal hərəkətlərə daxil olması bizi bugün çox ciddi bir şəkildə qayğılandırır. Bildiyiniz kimi şiddət nə toplumsal tələbləri gücləndirər, nə də demokratik bir çözüm ürədər. Əksinə baskıcı siyasətləri və dış müdaxilə gərəkçələrini bəslər. Bugün uluslararası medianın kullandığı dil zaman-zaman bu şiddəti dolaylı biçimdə təşviq edən və ya məşrulaşdıran bir noktaya gətirməkdədir. Burada təməl məsələ etirazların kim tərəfindən və necə sahiblənildiyi məsələsidir. Etirazların uluslararası media üzərindən ana müxalifət kimi sunulan bəzi kəsimlər tərəfindən hızlı bir şəkildə sahiblənilməyə çalışıldığını görürük və bu kəsimlər etirazları çoxulcul
bir zəminə taşımaq yerinə sərt bir dil və şiddətə açıq reflekslərlə təmsil edirlər və bu bugünkü etirazlarda, yəni davam edən bu etirazlarda gördüyümüz çox qayğıverici bir məsələdir. Dolayısıyla belə olunca etirazlar xalqın ortaq mücadiləsi olmaqdan çıxıb dar bir qrupun gündəminə dönüşür və biz bu məsələ ilə ilgili çox ciddi bir şəkildə alert olmamız və önləm almamız gərəkməkdədir. Rahib bəy, siz nə düşünürsünüz? Sizcə bu etirazların davamı olacaqsa bunlar necə fərqlənir və hakimiyyətin və etirazların özünün mahiyyəti dəyişilibmi? Hakimiyyətin rəftarı dəyişilibmi? Buyurun. Tabii ki bu etirazlar halkın aynı zamanda derin memnuniyetsizlikleridir. Bu az önce dediğim kimi hani bir noktada bir meseleye bir tepki ve vakunuş olarak görmemeliyiz. Bugün biz biliyoruz ki indiki mevcut İslam Cumhuriyeti yönetimi 47 ildir bu memlekette. Bütün mesuliyetler ona aittir. Çünkü yetkilerin ve məsuliyyətlərin necə yayınlandığı, necə bölüşüldüyünü də xalq artıq 47 ildə öyrənmişdir. Buna görə bugün özellikle Pezeşkiyanın Cumhurbaşkanı olarak Pezeşkiyanın tavırlarını ben şahsen yani bugüne kadar benzeri olmayan bir açıklamalar görürüm. Çünkü Pezeşkiyan her şekliyle çok yumuşak bir vəziyyətdə müzakirə dili ilə etiraz edenleri xalq olarak adlandırdı. Bunların meselelerinin gerçek olduğunu adlandırdı ve burada eğer bir məsul aktarılacaksa bu önce içeride aktarılacak ve özünü de misal vurarak dedi ki ben de illerdir bu memlekette məsuliyyət sahibi olmuşam ve bugün memleketin bu vəziyyətə gelmesinde bütün məsulların sorumluluğu vardır. Bu diğer hareketlerden bunu mən fərqli olarak görürəm bu sualınız ki yani hükümetin yanaşmasında ama biz bunu da bilirik ki indi İran'da hükümet iki başlıdır. Bir prezidentin veya cumhurbaşkanının olduğu bir ekip var. Bir de paralel olarak devrimin veya inkılaptan beri tamamıyla yetki ve sorumluluğu elinde olan bir kesim vardır. Bunlar özellikle memlekette kriz ve buhran olduğu zaman ayrışabilirler, ayrı düşünebilirler. Bu da hareketin her zaman necə olacağına dair veya hareketin süreç içerisinde hangi cihetlere gideceğine dair etkileri vardır. Ama buradan bir ders çıkartmak lazım. Artık İran coğrafyası bugünün şartlarına göre yönetmelidir. Bugün İran coğrafyasını ne inkar siyasetiyle ne de farklı bölgesel siyasetle yönetmek artık mümkün değil. İran'da saltanat taleblerin kafasında bir İran var. Farklı mezhebi ayrı görüşlerin kafasında bir İran var. Herkesin kafasında bir İran var. Ama gerçek İran bugün o coğrafyada canlı ve kanlı her yerde, her bölgede o sosyal gerçekliğiyle var olan İran'dır. Bu dinamikleri eğer görünmezse orada eğer bir İran ayakta kalacaksa, bir İran olacaksa bu indiki hükümet de olabilir. Çünkü biz indi meselelerin hara gideceğini bilmiyoruz yani. Biz sadece bugün İran'da olanları analiz edirik ki bugünkü vəziyyətin Teoman hocamız da dedi. Burada sosyal adaletsizlik var. Burada ekonomik adaletsizlik vardır. Zaten bu diyelim bu sistemi, bu yönetiminin en büyük meselelerinden, açıklarından biri rant meselesidir. Yani insanlar artık memleketin kazancının, memleketin bütçesinin ne şekilde kimler eliyle hem ülkede çarçur edildiği hem ülke dışına çıkardığı bunlar halkın artık yaddaşında çoxalmıştır. Bunlar hani 1, 2, 3 moridi bir mesele değil. Buna göre bu meseleyi yönetebilmek için İran'da benim nəzərimə bu geleneksel dediğimiz hükümet ve halk arasındaki bakış değişmelidir.
bu değişim tələbləri neçə illərdir sahadadır. Bunu herkes görmüştür. İlla bugün yönetim bunu göre bilmir veya hani yönetim açısından bu değişiklik kabul edilmir. Tabii ki bu temel meseleye cevap aranmazsa bu etirazlar sizin sualınıza tam bir cevap verebilmek için bu etirazlar her zaman olacak. Neden olacak bu itirazlar? Çünkü mesele ortadan kaldırılmamıştır. Bugün meseleni zor gücüyle ortadan kaldırılsa da ama bir sene sonra da bu sefer hani geçmiş illerde bir benzin olmuştu. Bir sefer kadınlarda hicab meselesi olmuştur. Bu sefer ekonomi olmuştur. Başka bir sefer de halkın o geniş sorunlarından başka birisi dirçelecek ve bu bir sarmal olarak devam edecektir bence. Bir noktada bunun cevaplanması lazım ve öfkeli olan bu halkın da e, öfkesini dindirecek çözüm yollarının da olması muhtemeldir. Şimdi bu çözüm yolu içeride ne şekilde olacak? Bu reformlarla mı olacak? E, Yönetimin değişimiyle mi olacak? Bunun ne şekilde olacağı da ayrı bir tartışma meselesidir diye düşünüyorum. Teoman Bey, görünən odur ki, Türklər ümumən son illərdə etirazlara mərkəzdən daha fərqli bir şəkildə, fərqli bir formada qatılırlar. Bunu necə yorumlayırsınız? Azərbaycanlılar bu etirazlara qatılanda nələr əldə edirlər, qatılmayanda nələr əldə edirlər? Buyurun. Lalə xanım, haqlısınız. İrandakı türklərin etirazlara məsafəli, eleştirel və seçici biçimdə yaxınlaşması son dərəcə rasioneldir. Yəni biz öz pəncərəmizdən məsələlərə baxdığımızda. Çünki bu gün meydanlarda dolaşıma soxulan, mediada daha çox qabarıq bir şəkildə göstərilməyə çalışan bəzi sloqanlar, şüarlar etirazın özünü də, yəni var olan, yəni bizə sunulan bu etirazların özünü də bir eleştirməyi zorunlu qılmaqdadır bizim üçün, bizim açımızdan. Bu sloqanların önəmli bir qismi, yəni mediaya yansıyan önəmli bir qismi Pəhləvi dönəminin təkcə mərkəzi və assimilasyoncu dövlət anlayışını yenidən ürətməkdədir. Ona görə yəni bu etirazların özünün bir eleştirisini bu etirazların içində yapılması çox böyük bir önəm daşıyır. Türklərin eşit yurttaşlıq, yəni bu statü məsələsi, türkcə eğitim və siyasal təmsil tələblərini mediada görünməz qılmaya çalışırlar. Bu bizim yəni bu etirazların, yəni bu mediada, uluslararası mediada daha çox göstərilən etirazların, yəni dayatılan bu müxalifətin yəni nəticəsində ortaya çıxan sloqanlara təpkimizdir bizim. Dolayısıyla İrandakı türk toplumu, yəni türk toplumu deyəndə bizim coğrafyamızı aşan, bizim siyasi coğrafyamızı aşan və bizim insani coğrafyamızın qapsamına girən bu toplumdan bəhs edirik. İrandakı türk toplumunun haqlı tələblərinin imperial güclərin, yəni sömürgəçi güclərin çıxarlarına xidmət edən bir restorasyon projesinə yədəklənməsinə qarşı doğal olaraq bizim hərəkət, Azərbaycan Milli Hərəkəti təmkinlidir. Azərbaycan bu protestolara öz tələbləri ilə bir şiddətdən uzaq, iki, yəni bizim hərəkət yəni şiddətlə öz arasında keçmişdən bu günə bir məsafəsi var. İkincisi çoxulcu, mütəkəssirdir. Bizim hərəkət öz içində də mütəkəssirdir. İran müxalifətini də mütəkəssir olaraq görür. Yəni özünün eşiyindəki hərəkətə də, yəni müxalif hərəkətə də mütəkəssir gözünlə baxır, olmasını da tələb eləyir. Və antipəhləvi bir siyasal perspektivdən, yəni bu media tərəfindən, bu uluslararası media tərəfindən promot edilən, dayadılan bu müxalifətə də bir ziddiyyəti var. Qatıldığında bir qazanım əldə etmə şansı vardı. Ona görə bu etirazlar, yəni bizim açımızdan Əraqda, Suriyədə, Lübnanda, Yəməndə,
Sudanda, Somalidə, yəni bu örnəklərdə olduğu kimi dış güclərin nüfuz alanına dönüşmədiyində e, qatılım ciddi mənada artar. Amma belə bir e, şeyi ehtimalı göstərdiyi zaman, yəni dış güclərin nüfuzuna açıq olduğu zaman qatılımın ciddi mənada düşdüyünün riskini də daşıyır. Ona görə bizim burada soruşmaq istədiyimiz və ya sormamız gərəkən soru və əsl məsələ kimin senaryosuna daxil olunduğu deyil. Yəni bizim məsələmiz bu deyil. Öz siyasal tələbləri ilə öznəsə olub olunmadığıdır. Ona görə Azərbaycan hərəkəti buradakı bizim ortaya qoyduğumuz, savunduğumuz milli hərəkət öz tələbləri ilə, öz siyasi tələbləri ilə, öz keçmiş siyasi mücadilə gələnəkləri ilə ortada olub, öz siyasi tələblərini irəli sürməlidir. Çox sağ olun. Bəs, Rahib bəy, siz nə düşünürsünüz? Türklər etirazlara mərkəzdən daha fərqli yanaşır, görürük bunu. Bəs bu etirazlara bu necə yorumlanar, bu qatılım biçimi və Azərbaycanlılar qatılaraq ya da qatılmayaraq nələr əldə edirlər? Lale Hanım, bu seferki etirazlarda da, yani bu her seferde olduğu kimi, bu seferki etirazlarda da esas mesele Azerbaycan Türkleri veya İran Türkleri dediğimiz Türklerin bu itirazlara neden katılmaması, neden sessiz kalması, bunun çok farklı tefsirleri oldu. Hem halk arasında hem içerideki siyasetçiler, aktivistler arasında hem de Səltənət Tələb camiasında bu daha da farklı bir belə deyək, şəkil aldı. Ama biz Azerbaycan halkı veya Azerbaycan'ın siyasi aktörleri bu meseleyi neden sessiz kaldı? Bunun arkasında bence ciddi bir bilinç var, ciddi bir siyasi şuur vardır. Azerbaycan Türkleri bunu çok yaxşı bilir ki, Pəhləvilər özellikle bugün bizim dirçəldib qabağımıza dikdikləri Pəhləvi sisteminin biz mahiyyətinin nə olduğunu çox yaxşı bilirik. Biz bunu bilirik ki, həm Pəhləvi döneminde bizim ister coğrafyamız, ister kültür diyelim meselesinde, dil meselesinde, edebiyat meselesinde, insani, coğrafi ve iktisadi meselelerde necə bir ayrımcılığa tabi olduğumuzu biz unutmadık. Azerbaycan'ı halkıyla, kültürüyle Pəhləvilər dönemindeki o meseleleri biz zaten geçmişte 21 Azer meselesinde de her sefer gündeme getirilir. Bu bizim halkımızın yaddaşından silinmemişti. Ayrıca Pəhləvilər İran'daki biz bu meseleye de dikkat çekmeliyiz. İran'da farklı etnikler var. Bunların her birisinin bu ülkede, bu tarihte bir olduğumuz halde bir de bizi ayrıştıran noktalar vardır. Azerbaycan Türklerini ayrıştıran nokta budur ki, Qacar döneminden sonra bir darbeyle sistem Rıza Şah'a geçti. Hala bu ayrı bir meseledir. Nece geçti falan, o da ayrı bir mesele. O günden bugünedir Azerbaycan Türkleri ve İran Türkleri en doğal haklarını mütalebe ediblər, istəyiblər, ama her zaman da İran'da baskı ile karşı karşıya geldiler ve en güçlüsü de Pəhləvilər döneminde oldu. Gene de Azerbaycan Türklüğü bunu unutmayıp ki Pəhləvilər Azerbaycan Türklerini her alanda, her meselede olduğu kimi geçmişleriyle de, tarihleriyle de uzak tutmaya çalıştı. Bu da bizim tarihimizden silinmemiştir. Biz Azerbaycan Türklerini İran'daki diğer etniklerden ayrı kılan mesele budur ki biz min illik devletini orada elden vermiş bir siyasi anlamda azınlık veya bir etnik olarak görülür. Yani bunları biz unutmadık hiçbirisini ve bu son zamanlarda da Pəhləvilərin bugün İran'da iş başına gelmeye iddia eden insanların ne kadar demokratik söylemlerden uzak olduklarını görürük. Tamamıyla Pəhləviyə mensup insanlar. Bunların içinde təəssüf ki
akademisyenler, yazarlar da vardır. Bunlar bugün İran'ın yarasına Pehlavizmi bir merhem olarak, bir dava olarak e, ortaya koyurlar. Halbuki bu özü derttir. Yani Pehlevi'den dava olmaz. Pehlevi özü derttir, tarihi bir derttir. Məxsusən biz Azərbaycan türklərinə hələ çox belə deyək, əlacı olmayan bir dərddir. Ona görə Azərbaycan türkləri durup dururkən Pəhləvi veya şahlıq sisteminə sessiz kalmayıblar. Bunun arkasındaki bir şuur vardır. Ha, burada Azerbaycan Türkleri de bu meseleye itirazlara katılmalıdır. Tabii ki burada Teoman hocamız dediği gibi bizler de öz içimizde çok mütekessir gruplarımız var, farklı düşünenler var. Ama eğer Azerbaycan da bir hak uğrunda e, medeni bir şekilde küçelere gelecekse Azerbaycan burada Cavit Şah sloganını, şuarını vermemelidir. Azerbaycan her zaman demokratik ve hak temelli isteklerini dile getirecektir. Bu şekilde olabilir. Biz buna göre bugün Azerbaycan halkı eğer bir kısmı bile olsa bu meselede ayaklanmak istese, itirazını bildirmek istese tabii ki bizim sloganlarımız hiçbir zaman Pehlevi ve Pehlavizm diyelim düşüncesini güçlendirecek şekilde olmamalıdır. Çünkü bu sistem çürümüş bir sistemdir. Bugün o coğrafyanın şaha ihtiyacı yoktu. Bugün o coğrafyanın hak temelli bütün o toplumdaki dinamikleri temsil edebilecek bir siyasi sisteme ihtiyacı var. O da demokratik bir sistemden geçer. O da herkesin ağırlığı kadar o sistemde gücünün olması demektir. Azerbaycan Türkleri de o coğrafyada biz çok illerdir o coğrafyada birlikte yaşamışız ve bütün sınavlarda da e, etkimizi ve doğru duruşumuzu da ortaya koymuşuz. Bunu da herkes bilir. Bunu farklı şekilde söyleyen veya farklı şekilde geleme veren Pehleviler de bizim duruşumuzu bilir. Ama onlarınki de bir umuttur. Olabildiğince Azerbaycan halkı Türklerinden de bu harekete çağırıp eğer başarılı olsalar onların gözüyle bakıram. Başarılı oldukları takdirde bunlar gene de Azerbaycan ve Türklük üstünden olan düşmanlıklarını devam ettirecekler. Çünkü Pehlavizmin kuruluş nedeninin biri biraz qabaq dediğim kimi Türkleri yıkıp hakimiyete gelmeleridir. Ve buna göre de her zaman özellikle Türklük meselesiyle düşmanlıkları her zaman olacaktır.